Ermənistanda 2025-ci ilin ikinci yarısında keçiriləcək seçkilər Paşinyan üçün tale yüklü əhəmiyyət daşıyır. Müxalifət blokları seçkiyə qədər nazirin istefasına nail olmağa çalışırlar. Belə bir vəziyyətdə Paşinyanın yeganə çıxış yolu xarici siyasət jestləridir. Bu jestlərin ən önəmlisi isə Türkiyə ilə sərhədlərin açılması və Ankara ilə münasibətlərin normallaşması ola bilər. Paşinyan daxili siyasi, iqtisadi və psixoloji baxımdan o qədər sıxışdırılıb ki, Türkiyə ilə danışıqlar aparmaq və Erdoğanla eyni masaya oturmaq onun üçün siyasi qurtuluş kimi görünür. Onun Türkiyəyə səfəri və Erdoğanın dəvətini qəbul etməsi də bu baxımdan Ermənistan daxilində öz mövqeyini bərpa etmək üçün edilən son cəhddir. İctimai rəy bu səfərə birmənalı yanaşmır. Əhalinin bir hissəsi, xüsusilə qərb yönlü qruplar Paşinyanın bu cəhdini dəstəkləsələr də, əhalinin geniş kütləsi və mühafizəkar təbəqə bu səfəri satqınlıq kimi görür. Türkiyə ilə quru əlaqələrin açılması da İrəvan iqtisadiyyatı üçün hava su qədər zəruridir. Əgər Paşinyan Türkiyəyə səfər edib konkret nəticələr, yəni sərhədlərin açılması, iqtisadi əməkdaşlıq və ya regional platformalarda iştirakla bağlı razılaşma əldə edə bilsə, bu onun siyasi imicini qismən də olsa bərpa edə bilər. Bu baxımdan Paşinyanın hazırki Türkiyə səfəri onun şəxsi xilası üçün son şansdır. Lakin bu rəsmi Ankaranın Bakı ilə razılaşmalarına bağlıdır. Paşinyan Türkiyə ilə normal münasibətlər qurmaq istəyirsə, əvvəlcə Bakı ilə ziddiyyət təşkil edən məqamlara nəzər salmalıdır.